Son baxdığınız film hansı olub? Axırıncı dəfə Venom filmlərinə baxmışam. Belə, o bəyənmişəm, çox bəyənmişəm. Nə üçün bəyəndiniz? Çünki aksiyon idi və bir növ yaradıcılıqlarından istifadə eləmişdilər də orada. Müxtəlif aksiyon səhnələri və s. və ilə axır çox xoşuma gəlmişdi. Hansı filmləri sevirsiniz? Azərbaycan retro filmləri çox sevirəm. Xarici filmlərə də baxıram. Daha çox sevdiyim film Interstellar. Və Azərbaycan filmlərindən də ən çox sevdiyim filmlərdən biri də Axırıncı Aşıq. Üst-üstə düşdük. Sevdiyiniz film hansıdır ya da son baxdığınız film? Son baxdığım film Asterix və Obelix Olimpiyalılar. Niyə xoşunuza gəlir? Uşaqlıqda ən çox izlədiyim film idi. Ona görə bir daha nostalji yaşadım. Sevdiyiniz film ya da son baxdığınız film? Hal-hazırda ən çox sevdiyim film Axırıncı baxmışam. Vavilon bizim vaxtlarda. O daha yaxşı filmi, çox yük filmidir. Rus dili var, ingilis də var. Rus dili baxmışam. Açıq deyəndə Vavilon bizim vaxtları. Ən qəşəng filmi odur. Məsləhət verirəm baxmağa. Filmdə nə xoşunuza gəlib? Necə adamı yaşayışı bir qadın dəyişə bilər.